Salam, hər vaxtınız xeyir. Baxıram, sosial şəbəkələrdə nələr var, nələr. Ay, yüksək bal toplayan müəllimlər vaxtı ilə mənə inanmırdınız. Gördünüz, sizi də oyuna gətirdilər. Necə olur ki, yüksək bal toplamışdınız. Növbəti artıq imtahanda o yüksək balı toplaya bilmirsiniz. Necə olur? Şərhləri oxuyuram və bir-bir sizinlə paylaşacağım. Bəli. Hətta gəlin bir xatırlatma edək. Dostlar salam. Biz ayın 19-u bu tarixdə Mehriban xanımın qəbuluna gəlmişik. Mən başqa maşından gəldiyim üçün məni tutmadılar. Bölgələrdən gələn müəllimləri harasa aparıblar. Onlarda səs soraq yoxdur. Xahiş edirəm. Axtarın onları. Onlar nə edəcəklər. Görürsünüz, mən bu videonu bir il bundan öncə çəkmişdim. Görürsünüz, orada necə narahatam, ürəyim əsir, əlim ayağım dondu. Dedim, ay Allah, müəllimlərin başına nə oyun gətirdilər, neynədilər? Sizin xəbəriniz oldu ki, məni Dövlət Təhlükəsizlik Xidməti çağırmışdı və mənimlə üz-üzə danışdı və gördü ki, mən onların düşündüyü kimi adam deyiləm. Mən sadəcə Azərbaycan müəllimlərinə dəstək üçün bunu edirəm. Mənə hədə qorxu gəldilər. Bəli, səni işindən edəcəklər. Sus, danışma, müəllimlərin gözü olma, müəllimlərin dili olma. Dedim, eyb yox, mən o işi itirməyə hazıram. Amma siz Azərbaycan müəllimlərini əzə bilmərsiniz, onları alçalda bilmərsiniz. Heç nə oldu? Məni işdən elədilər, amma bu canki qaldı. Bəli, bu canki qaldı və bu gözlər qaldı, qulaqlar eşidir və görür ki, hələ bundan da betər olacaq. Gəlin indi növbəti video baxaq. Bu günləri Təhsil Nazirliyinin qarşısına yığılmalıydıq. Lakin əvvəlcədən də sözü bir araya qoymuşdu bir neçə müəllim, bir neçə yox. Qrupda 300-400 müəllim var idi. Lakin həm əksəriyyətinə zənglər gəldi, təhdidlər, hədə qorxu. Eyni zamanda müəllimlərin əksəriyyətinə işlədiyi məktəbdə direktora bildirmişlər ki, öz müəllimizə sahib çıxın, şikayət eləməsinlər, bu sizin üçün də ziyandır. Sonra töhmət verin və s. və s. Və ümumiyyətlə, haqlı səbəb varsa ortada, rəhbər öz müəlliminin arxasında dayanmalıdır ki, müəllim azad bir insandır, öz haqqını tələb etməyə bacarır, öz haqqını tələb edir. Və burada yəni ki, qanunu pozacaq bir şey yoxdur. Biz görürsünüz, müəllimə deyir ki, hədə qorxu gəldilər, getməyin, direktorlara zəng elədi, regionallara. Ay, sağ ol, eynən bizim başımıza gələn oyunlar oldu, eynən. Hara gedirdik, şəklimizi çəkib atırdılar. Leyla buradadır, filankəs buradadır, o buradadır, bu buradadır. Ailələrimizə zəng gedirdi. Arvadıvı, o birisi yığ evə, el eləməyin ki, sizi yerli yeksan eləyək, nağaraq neynəyək bilirsiniz. Bunları nə üçün edirdilər? Cənab prezidentimizə xəbər getməsin. Hətta mən düşünürəm ki, Emin Əmrullayeva belə istəmirdilər xəbər getsin. Nə üçün? Çünki mən Şamaxıya qədər getdim, Balakəndə də oldum. Amma cənab Emin Əmrullayevi görmədim. Bəli, görmədim nazirimizi. Gizlətdilər onu məndən. Bildilər ki, mən gəlirəm. Və mən düzünü deyəcəm və ona agah edəcəm ki, bəs sertifikasiya oyundur. Bəli. Heç nə də mən sizə demişdim, ardı var. Hələ gözləyin, hələ bu xəmiri çox su aparacaq. Sizə bir şey deyim, müəllimlər, siz bizim qədər cəsarətli deyilsiniz. Deyilsiniz. Sona qədər getməyəcəksiniz. Edə bilmədiyiniz işin dalınca getməyin, adın tutmayın. Çəkilin, oturun qıraqda. Ay, suallar çətin oldu, ay, asan oldu, nə oldu? O, yüksək bal toplayan müəllimlərin də aqibəti məsələsin kimi olacaq. Çox səs-küy yaratmaq istəmirlər. Onlardan olsa daha çox müəllimləri incidərlər. Amma müəllimlər ayağa qalxar axı. Qalxmayın ayağa. Heç nə. Gedin, yastığınızı qalın eləyin, başınızı qoyun yatın. Belə də davam edəcək. Çünki mən gördüyümü gördüm. Artıq 4-cü ildir ki, mən gördüyümü görürəm və görürəm ki, hələ çox şey olacaq.